17-ci əsrin görkəmli Azərbaycan filosofu və alimi Yusif Qarabaği Şiraz, Səmərqənd və Buxarada elmi fəaliyyət göstərərək öz zəngin irsi ilə Orta Asiyanın ictimai, elmi, fəlsəfi və mədəni həyatına mühüm töhfələr verib. Bu alimni bir qator əsərləri Bu alimin bir sıra əsərləri günümüzə qədər gəlib çatıb. Xüsusilə İlham Əliyev cənablarının Buxaraya səfərləri zamanı həmin əsərlərdən bəzilərinin diqqətə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, bunun həm də rəmzi mənası var. Azərbaycan prezidentinin Özbəkistana rəsmi səfərləri Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında, o cümlədən elmi və mədəni sahələrdə əlaqələrin getdikcə möhkəmlənməsi və iki ölkə arasında əbədi dostluq haqqında müqavilənin imzalanması fonunda bu mövzunun gündəmə gətirilməsi xüsusi rəmzi məna daşıyır. Qarabağinin Buxaradakı fəaliyyəti onun elmi nüfuzunun göstəricilərindən biri idi. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib, alimi isə həmin kitabxananın rəhbəri təyin edib. Yusif Qarabağinin 24 risaləsinin əlyazmaları bugün Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda qorunur. Qarabağdan çıxan bir alimin əsərlərinin bugün Özbəkistanda yaşadılması keçmişdən bugüna uzanan elm körpüsünün ən qiymətli nümunələrindəndir. və yana bir qator başqa əsərlər ham yazılmışdır. Onun xüsusilə Risale-i Battiniyyə əsəri və digər yaradıcılıq nümunələri daha dərindən və hərtərəfli tədqiq olunmalıdır. Qarabağın irsi bugünə qədər kifayət qədər öyrənilməyib və əvvəlki araşdırmalar əsasən məhdud xarakter daşıyıb. Gələcəkdə aparılacaq tədqiqatların nəticələrinin Şuşa Lisey Mərkəzinin muzey ekspozisiyasında təqdim olunması da mühüm əhəmiyyət daşıyır. Qarabağdan Buxaraya uzanan bir elm yolu. Prezidentin köməkçisi Hikmət Hacıyev də paylaşımı ilə əsrlər əvvəl formalaşmış mühüm elmi, mədəni və mənəvi bağların bu gün də davam etdiyini göstərib. Şahnun Qasımova, Ayda Eyvazova, Faris Şıxəlizadə, ATV Xəbər.